Niyə bir gün qabaqdan bütün dövlət strukturları gedir, böyük əksəriyyəti? Nə baxırsan partiyalar filan, bir gün qabaqdan rahat tez gedə şəkil çəkdirə qoyaq gedə. Niyə qardaş? Bu 20-sidir da. Və biz 20-si yad eləməliyik də. Biz o ailələr 20-si görməlidir ki, baxın, xalqımız onları unutmayıb, onların qiymət verir, onların fədakarlığına, onların verdiyi qurbana dəyər verir və yağışın, qarın, suyun, istinin fərqi yoxdur. İstənilən havada o kütlə, o izdiham gəlir, oradan keçir. Bir gün qabaqdan tez gedə güllərimizi düzəl şəkil çəkdirə getdik. Niyə? Protokol qaydası. Niyə həmin gün gəlmirsən? Çünki həmin gün diqqət orada olur. Sən bir gün qabaqdan gelsənsə 20 sonra gedən insanların sayı az görsən. Dünən Nemət Pənahlı buna başqa cür deyir. Deyirdi ki, bu məqsədli şəkildə, bax o deyirsə, çəpərlər olur, bariyerlər yaradırlar, adamları çox gözlədirlər. Bütün bunlar adamların əlini soyudur və adamlar, məsəl üçün, ailə üzvlərinin körpəsi ilə gedən artıq getmiş. Amma biz də fədakarlığımızı göstəririk. O körpələr, orada körpə deyirlər. Orada nə qədər körpə, 13-14 yaşında uşaqlar var, İlqar var, nə bilim, Larissası filan. Onların neçə yaşı var idi ki? Yəni, cəmaat körpəsini torpaq altına verməyə hazırsa, biz də körpəmizin əlində ildə bir dəfə tutub vətənpərvərlik necə yaranır? O uşağın yanında qalacaq ki, atam, anam məni qarın suyun altında əlimdən tutdu, apardı o şəhidləri ziyarət elədi. Demək, bu müqəddəs bir işdir. Amma bir gün qabaqdan qoy çəpərlər çəkilsin, eybi yox, mən gözləyərəm. 5 dəqiqə, 3 dəqiqə, düz deyirəm, bizi də, mən biraz yubanmışdım deyə, üzvlər qabaqdaydı, getdik, çatdıq. Amma yəni, mənim sözümün canı nədir? Baxın, bütün dövlət strukturları, bəziləri, partiya, qardaş, niyə bir gün qabaq gedirsiniz? Bax, niyə? Nəyə görə? Tez gedək yola verə, olmaz. Bu olmama. İkinci bir nüans. Biz dünən qərənfil almışdıq. Partiya pulumuz çatmır, yüzümüz qərənfilə çatır, qərənfil aldıq, apardıq, qərənfil düzdük. Dövlət qurumları niyə qərənfil aparır? Məsələn, niyədən getmir söhbət? İzah edə bilim, söhbət qərənfildən, valla Qızılgüldən getmir. Yəni, nə böyük şeydir? O boyda nazirlikdir, bax, sən əlsindən də 3 dənə qərənfil gəliblər. Arkadaş, bir al Qızılgüllər, sən yazda ora xərclərVə yazda, düzdür, yenə dövlətin boynuna qoy, cibindən alma. Niyə Qızılgüllə bir səliqəli, səhmanlı, izah edə bildim? Yəni, elə bilin ki, ildən 20 yanvar ziyarəti filanı, indi Xocalıya toxunarıq, Xocalı biraz artıq mahiyyətini dəyişir. 20 yanvar günü belə demən, o faciə də deməyin tərəfdardır. Mənim üçün şəxsən qürur günüdür, fəxarət günüdür, fədakarlıq günüdür. Düzdür, istənilən qürur günü, fəxarət günü, azadlıq günü qansız, qadasız, qurbansız olmur. İstənilən halda olmur. Amma biz niyə gedib onlara sayğımızı səliqə ilə, səhmanla göstərməməliyik, dövlət protokolundakı kimi göstərməməliyik? Yəni, nə eləməlilər bu insanlar? Gedin də nazirlər, filənlər, səliqə ilə, gül alın, çələng alın, qərənfil yox, qızıl gül alın. Yəni, bilək ki, can yandırmışsınız. 25 ildir artıq 26-cı ilə keçir siyasət fəaliyyət göstərən və hər şeyində mən burada detalları danışmaq istəmirəm də. Elə qərənfil əzizsə, niyə öz əzizlərinin üstünə gedəndə qərənfil aparmırlar, qızıl güllər alırlar, ata-analarının, analarının, əzizlərinin, düzdür, başını gedəndə, məzarını gedəndə qərənfil aparırlar, yox. Hə, niyə qərənfil əşi? Yəni, biz burada diqqətdən gedir söhbət, o sayğıdan gedir diqqət. Məsələn, mən də partiya olaraq çıxmazdıq da 20 yanvar. Hava da bilirdi ki, bir gün qabaqdan qarlı, yağışlı, soyuq olacaq filan olacaq. 19-u gedərdi. Yəni, deyirsiniz, il-ildən azalır da, eləmi? Siz düşünülmüş şəkildə vaqiətliyi artır. Olmaz. Bir milləti ayaqda saxlayan onun tarixidir, keçmişidir. Baxın, biz indi Qarabağ, baxın, 1-ci Qarabağ müharibəsindəki fədakarlıqları unutsaq, 2-ci Qarabağ müharibəsindəki fədakarlıqları unutsaq, sabah hansı yerdən yetişən gənc gedib vətən uğrunda canından keçəcək? Düzdür, niyə keçməlidir? Nə deyəcək, canından keçənlərə nə hörmət qoyulur ki? Mənə də nə hörmət qoyurlar. Düzdür ya, zaten amma biz bunu deyə biləcək millət deyilik də, Tural bəy. Biz bunu 44 günlük müharibədə gördük. 1-ci Qarabağda döyüşən, bax bu 80 manat pensiya alanlar da getdilər. Yaşında sual verim də, neçə nəfər nazirin balası getdi? Onlar götməyəcək. Təbii ki, axır çoxalır, neçə nəfər, baxın, Z quşağı deyirik. Z quşağı dediyim o Z nəsli yetişir. O Z nəsli üçün artıq vətən, nə bilim, ülvi hisslər, bunlar artıq o qədər dəyərli olmayacaq. Əgər biz yetişdirməsək, çünki dünya kosmopolit bir dünyaya gedir. Mənim üçün vətən haradır? Belə bir anlayışlar var. Bunlar üçün vətən harada yaxşı yaşayırlarsa vətən oradır. Ya bax, belə bir dönəmdə biz istəyiriksə ki, dövlətimiz ayaqda dursun, bizim millətimiz, milli hissimiz qalsın, vətən uğrunda canından keçməyə hazır olan igidlərimiz olsun, biz bu günləri qeyd edirik. Bax, niyə qeyd edirik?
iş günü də deyil, iqtisadiyyata da ziyan dəyər, bilirsiniz də o tətil günləri iqtisadiyyata ziyan vurur filan. Onda niyə 20 yanvar qeyd edirik? Dövlət kanalları filan. Yaş bu qədər dəyərsizsə onda nə mənası var?